Ötən gün paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda şəhid Səyavuş Kəlbalıyev və Fəxri Məmmədovun məzarları üzərində olan şəxsi əşyaların oğurlanması barədə polisə müraciət daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 yaşlı və 16 yaşlı şəxslər saxlanılıblar. Dostum Kənanla bir yerdə getdik Şəhidlər Xiyabanına. Şəhidlər Xiyabanına girəndə gitar var idi orada, kaska var idi, bir də hərbi batinka var idi. Üçünü də götürdük. Gitarın 30 manat məbləğində satdıq. Kaska ilə batinka da evimdə gizlətmişdim. Onların məzarların üzərindən uğurladıqları gitara, hərbi çəkmə və hərbi dəbilqə polis əməkdaşları tərəfindən aşkar olunaraq şəhid ailələrinə qaytarılıb. Hadisə ilə bağlı Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsində araşdırma aparılır.